Bizim Səda efirdədir. Xoş gördük sizləri. Əmək insanı ucaldır və yaxud da şair kəlamı ilə desək, insan zəhməti ilə yetişər kəmal. Sizcə bu sözlər nə dərəcədə həqiqətə uyğundur? Heç tənbəl, ancaq yeyib yatan insanın rifah içində yaşadığını görmüsünüz. Düzdür, kiminsə hesabına bir müddət bu şəkildə dolanmaq olar. Amma gec-tez hər kəs necə deyərlər, öz ayaqları üstündə dayanmağı bacarmalıdır axıb. O gün də sosial şəbəkələrin birində müxtəlif peşələri təsvir edən fotolar diqqətimi çəkdi. Deyirəm, görəsən başqalarının üst turşudur. Ağız büzdüyü bu peşə sahiblərinin özlərinə düşdür. Görəsən, onlar da gördükləri işdən narazıdırlar, ya əksinə çox məmnundular. Dünyanın ən çətin peşələrindən bugün bizə Türkan danışacaq. Diqqətlə izləyin, bəlkə elə sizin peşənizdə həmin siyahıdadır, nə bilmək olar. Yaxşı həkim, məsuliyyətli vəkil, təcrübəli mühəndis və yaxud istedadlı proqramist. İstənilən peşə sizdən həm vaxt, həm də güc tələb edir. Ancaq bugün öz işini bəyənməyib, başqasının peşəsinə də qibt edənlər az deyil. Ölümlə üz-üzə, göz-gözə çalışan bombaların zərərsizləşdirilməsi üzrə mütəxəssislər dünyanın ən stresli işini görürlər. Neçə metr hündürlüyə çıxaraq göydələnlərin şüşələrini silənlər, hündürlükdə təmir bərpa işi aparanlar da hər an ölüm təhlükəsi yaşayanlardandır. Öz işindən gileylənənlər quşçuluq fabriklərində çalışıb lax yumurtaları müəyyənləşdirən yumurta qoxlayanların, balıqçılar üçün tarla və çəmənlərdən soxulcan toplayıb satanların, qəbirstanlıq gözətçilərinin, kanalizasiya dalğıclarının, səyyar tualet təmizləyicilərinin yerində olsaz nə edərdiniz? Çətin peşələrdən biri də zibil tullantılarının daşınmasıdır. Biz isə bugün sizə bunu canlı olaraq göstərəcəyik. Odur ki, gəlin iş prosesinin hardan başlandığı ilə tanış olaq. İşlərinə səhər saat 5-də start verən tullantıların daşıma işi ilə məşğul olan peşə sahiblərinin günün çoxunu kənardan iyrənc görünən bu məişət tullantıların arasında keçirirlər. Bu işlə məşğul olan fəhlələr aid olduqları sahənin təmizliyini qorumaq üçün həmən yerin zirzibilini zibil maşınlarına yığmaq məcburiyyətindədirlər. Çox ağırdır və hər bir insan tab gətirib işləyə bilmir. Yəni, fiziki iş tələb eləyir, güc tələb eləyir. Yəni ki, 7-8 ildir bu işdə işləyirəm. Yəni, çox ağır işdir. Və görür, yeşi boşaldırıq, gətirir, boşaldır yerə, çıxıb gedir. Yəni, zibil yeşinə boşaltmırlar. Sakinlər gətirir, boşaldır. Biri arabanla gəlir, biri vedrənlə gəlir, gətirir, boşaldır yerə. Yəni, zibil yeşləri boş olan tikər, hamısını boşaldırlar yerə. Zibil daşınması işi əsasən çeviklik, cəldlik və fiziki güc tələb eləyir. Bu işdə əsas şərt zibillərin yeşiklərə yığılaraq vaxtında maşına boşaldılmasıdır. Təcili tibbi yardım stansiyasının 103 xidmətinin dispetçerlarının işi sizin qıraqdan gördüyünüz kimi sadəcə zənglərə cavab verməkdən ibarət deyil. Onlar zəngləri qəbul edərək, çətinliklə də olsa insanlardan lazımi informasiyanı almaq üçün gün ərzində dayanmadan danışmaq məcburiyyətindədirlər. Biraz hövsələ çox olmalıdır. Çünki bir gün ərzində biz 100-dən artıq çağırış qəbul edirik. Bir o qədər də suallara cavab veririk. 2-3 dəqiqə çağırış verəndən sonra təkrar neçə dəfə zəng vururlar. Yalançı zənglər olur. O zaman həkim vaxt itir də, gedir məsəl üçün çağırışa, görür ki, heç kim qarşılamır onu, dəfələrlə verilən nömrə də cavab vermir. Onda məcbur olub dala qayıdırlar. Çətin peşələrdən biri də rabitə sahəsidir. Bu sahənin isə ən ağır xidməti xətt qurğularının birləşdirilməsidir. Bu sahədə çalışanlar yayın isti, qışın soyuq günlərini demədən yerin altında, qurun suların içərisində problemli xəttləri quraşdırmaqla məşğuldurlar. Qabel xidmət xətlərinin birləşdirilməsi çətin olduğu qədər də həm də incəlik, dəqiqlik və çeviklik tələb edir. Bu işdə edilən ən xırda səhv isə abonentlərin narazılığı ilə nəticələnə bilər. Rabitənin ən ağır sahəsidir. Həmişə bax belə sulu quyular,
hərdən kanalizasiya düşür. Yəni bizim işimizə mane olan yağış suları, quruntu suları, bunların hamısı bizim işi ağırlaşdırır. İsti günlərdə, yay günlərində, isti günlərdə də biz bu xətti yəni nizam saxlamalıyıq. Zədələndikdə onu aradan qaldırmaq üçün biz o isti havalarda da bax belə bu quyularda yəni buxar su olanda isti havalarda buxar qalxır. Qışda soyuqdan yəni əziyyət çəkirik. Aktual xəbərlər arxasınca qaçmağı tələb edən müxbirlik də dünyanın ən stresli çətin peşələrindən biridir. Jurnalist nizamsız iş qrafiki, ölüm, xəstəlik, qəza, şiddət kimi həyatın hər növ çətinlikləri ilə qarşılaşmağı göz almalıdır. Bəli, yanım bu dəqiqə zəhmət olmasa, ünvan deyil zəhmət olmasa, bəli, oldu, sağ. Gecə saat 12 olsa da gördüyünüz kimi biz hələ də iş başındayıq. Sizin səhər saat 10, axşam 6 iş qrafikinizdən bezdiyiniz bir dünyada bizim kimi peşə sahibləri gecəni də iş başında keçirməklə məşğuldur. Amma buna baxmayaraq peşəni sevmək lazımdır. Yalnız belə olan halda heç bir çətinliklər sizin qarşınıza sədd çəkə bilməz. Türkan Mahmudova, Turan Mustafayev, Lider TV. Mənim babamgilin evi rayonun necə deyərlər düz göbəyində yerləşir. Onların küçələrində demək olar ki, hər evin önündə qoşa tut ağacı uzalır. Vaxt gəlib həmin ağaclar bar verəndə qonşular növbə ilə ağacları çırpıb meyvələri toplayır. Deyib gülmək, şənlənmək, uşaqların səsləri, kollektiv əmək o qədər gözəl əhval-ruhiyyə yaradır ki, gəl görəsən. Mən tutu çox sevirəm. Özü də qarasını. Hələ mən ondan hazırlanan mürəbbədən, doşabdan danışmıram. Əməkdaşımız Fidan qara tutun sağlamlığa çox faydası olduğunu deyir. Tək tutun yox, onun fikrincə bütün meyvə tərəvəzlərin, ümumiyyətlə qidaların tünd rəngli olanı daha xeyirlidir. Fidan bilmədiyini danışanlardan deyil. Belə desək, bu qızın bilmədiyi şeyə qurd düşər. Odur ki, gəlin süjeti izləyə görək nələri öyrənə bilirik. Bugünə qədər biz sizə düzgün qidalanmadan çox danışmışıq. İnandırıq ki, dediklərimizə əməl edib nəticəsini də görmüsünüz. Bu dəfə isə qara rəngli qidaların sağlamlığa möcüzəvi təsirlərindən bəhs edəcəyik. İndi deyəcəksiniz ki, qara rəngli qidaların üstünlükləri nədir ki, belə yaman dadama edirsiniz? Bəli, bu qidalara qara rəngi verən xüsusi maddə onları antioksidant baxımından açıq rəngli meyvə və tərəvəzlərdən daha zəngin edir. Daim sağlamlığımızın keşiyində dayanırsınızsa, qara rəngli paxlalı bitkilərə və meyvə tərəvəzlərə müraciət edə bilərsiniz. Əmin olun ki, bu qidaların tərkibindəki bol miqdarda vitamin və minerallar sayəsində bir addım öndə olacaqdır. Ümumiyyətlə, qara rəngli bitkilər, hansılar ki, məsələn, qara çörək otudur, qara lobyadır, çuğundurdur, bunlar insan orqanizminə çox faydası var. Çünki bunların tərkibində A, Y, C vitamini kimi adlanan güclü antioksidantlar var. Hansı ki, bədəndə olan, deməli, kimyəvi proseslər nəticəsində əmələ gələn sərbəst radikalları orqanizmdən çıxarmaya kömək edir. Zülal, lif və vitaminlə zəngin olan qara lobyanın tərkibində 8 fərqli maddə var. Bunlar pigmentlərlə birlikdə hüceyrələrin yenilənməsini sürətləndirir. Böyürtkən isə antioksidant meyvələrin başında gəlir. Çünki bu meyvə immun sistemini gücləndirir və xərçəng xəstəliyinə qarşı müqaviməti artırır. Keyfiyyətli qara çay da insan sağlamlığına faydalıdır. Onun tərkibindəki maddələr insanda əzələ ağrılarını aradan qaldırır, eyni zamanda infarkt riskini azaldır. Asma, revmatizma və həzm sistemi xəstəliklərinin əziyyət çəkənlərin dərmanı isə çörək otudur. O, xərçəng hüceyrələrinin yayılması və şişin yaranmasının qarşısını alır. Vitaminlərlə zəngin çörək otu soyuq havalarda orqanizmi qrip və soyuq dəyməyə qarşı qalxan kimi qoruyur. Həm ürək-damar sistemində infarkt keçirən insanlarda infarkt olmayasan deyə həkimlər tövsiyə edirlər ki, uzun müddət məsələn vitamin Y-dən istifadə etsinlər. Ona görə də kimyəvi dərmanları istifadə etməkdənsə həmin bu bizdə olan nemətlərdən, qara çörək otundan, sonra demək qara tutdur, qara çuğundurdur. Bundan istifadə, hətta qara düyüdən də istifadə etsələr həm ömürləri uzun olar, həm də təbii vasitə olduğu üçün orqanizmə heç bir ziyan vurmadığı üçün çox gözəl də demək nəticə almaq olar. Adətən yeməklərimizdə ağ düyüdən istifadə edirik. Ancaq qara düyü həm dad, həm də tərkibindəki vitamin miqdarına görə daha faydalı, dəmir və zülal baxımından da zəngindir. Ara
Araşdırsaq, orqanizmə xeyri olan o qədər qara rəngli qida tapılar ki, heç sayı qurtara bilmərik. Bəs şəhər sakinləri necə? Bu məhsullardan xəbərdardırlarmı? Qara lobiyadır, böyürtkən insan sağlamlığına çox xeyirdir. Xeyrini görmüşəm, qara çörətindən istifadə edirəm. Bəli, xeyirləri var, faydalar çoxdur. İnsan sağlamlığı üçün lazım olan maddələr var, ona görə də sağlamlıq sayılır. Məsələn, dəmir çoxdur, bildiyimə qədər. Beləliklə, siz də rəngi qara olsa da, insanı ağ günə çıxaran bu qidaların sağlamlığa müsbət təsirinin şahidi oldunuz. Yəqin bundan sonra səhhətinizlə bağlı problem yarandıqda iynə dərmana müraciət etməzdən öncə onu əvəzləyəcək təbii və faydalı qidaları gözdən keçirəcəksiniz. Fidan Əlheydər, Zaur Bayramov, Rəşad Məmmədov, Lider TV. Səyahət etməyi sevirsinizmi? Hansı ölkələrdə olmusunuz və haralarda gəzib dolanmaq istərdiniz? Elələri də var ki, egzotik ölkələrə həvəs göstərir. Səyahət etməyə gözəldir təbii ki, amma bir şərtlə səfər zamanı hər hansı bir problem yaşanmasın. Yoxsa necə deyərlər, bütün xoş təəssüratlar gəlir adamın burnundan. Başına gələn başmaqçı olar deyiblər. Bir dəfə Türkiyəyə istirahətə gedəndə başıma qəribə bir hadisə gəldi. Hava limanında yük çantalarından birini itirdim. İtirdim deyəndə ki, hər kəsin çantası gəldi, mənimki isə yox. Aləm qarışdı bir-birinə. Düzdür, içərisində qiymətli əşyam yox idi. Sadəcə geyim keçim, amma yenə də itki adama hər bir halda pis təsir edir. Belə xoşa gəlməz halların yaşanmasının qarşısını almaq üçün isə nə etmək gərəkdir, bilirsinizmi? Sığortalanmaq. Bu barədə isə daha ətraflı Elmira danışacaq. Çox sağ olun, təşəkkür. Xarici ölkələrdə istirahətdə olarkən hər hansı bir problemlər yarandıqda müraciət etməyə bir kimsə olmur. Statistikada göstərir ki, dünyada hər 10 saniyədən bir sığorta hadisəsi baş verir. Ona görə də səyahət sığortası etdirməyiniz mütləqdir. İlin bütün fəsillərində, xüsusilə bayramlarda bölgələrimizə, xarici ölkələrə səfər edənlər çox olur. Səyahətə gedənlər turizm şirkətlərinə üz tutub tur paketlərə nələrin daxil olması ilə maraqlanırlar. Ancaq bu zaman bir məsələ unudulur. Səyahət sığortası. Görəsən səyahət sığortası nədir? Səyahət sığortası vətəndaşın ölkədən kənarda istirahəti zamanı yaşana biləcək hadisələrdən dəyən maddi mənəvi zərərin ödənməsini nəzərdə tutur. Xarici ölkələrin təcrübəsində də bu sənəd çox vacibdir. Əcnəbilər üçün sığorta paketi onların yol yoldaşı kimidir. Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri də xidmətlərindən istifadə edənləri sığortaladıqlarını bildirdilər. Biz də təklif edirik. Çünki yəni biraz öncə qeyd elədiyim kimi onsuz da Schengen vizasının alınması üçün bu məcburidir. Siz hansısa bir hadisə ilə üzləşərsinizsə, müəyyən qaydalarla müəyyən miqdarı sığorta şirkəti tərəfindən geri ödənilir. Həmçinin var 3 saatdan artıq təyyarə reysi gecikərsə, hər saatına görə məbləğ ödənir turistə. Digər bir şey də aiddir, bagajların itməsinə görə sığortalayır. Yəni təkcə tibbi sığorta deyil. Turizm şirkətindən bildirdilər ki, səyahət sığortası zamanı viza almaq üçün xarici ölkələrə istirahət zamanı istifadə olunsa da, ölkə daxilində belə sığorta növü tətbiq olunmur. Azərbaycan daxilində bu biraz problemdir. Yəni bizim də tövsiyəmiz odur ki, bu Azərbaycan daxili sığorta məsələsi həll olunsun sığorta şirkətləri tərəfindən. Yəni, çünki hər bir, hətta belə deyim də, Azərbaycan rayonlarına gedən turistlər sığortalanmaq istəyirlər. Dağ xizək kurortundan istifadə edənlər var, müəyyən parklara gedənlər var. Yəni bunların sığortanın olması çox böyük üstünlükdür. Sığorta şirkətindən də Azərbaycan daxilində səyahət sığortasından hələlik istifadə olunmadığı, gələcəkdə bu istiqamətdə müəyyən işlər görülməsinin nəzərdə tutulduğu bildirildi. Bəzi turistlərin xarici ölkələrdə sığortadan yararlana bilməməsinə gəlincə, müştərilərimiz ilk növbədə bilməlidirlər ki, hadisə baş verən an dərhal sığorta şahidnaməsinin arxasında olan nömrələrə, yəni hansı ölkədə yerləşirlərsə, həmin nömrəyə zəng vurub öz şikayətlərini bildirməlidirlər və həmin şirkət onları həm xəstəxana ilə, həm otellə, hər bir şeylə təmin edəcək və hansı həkim lazımdırsa özləri göndərəcəklər. Nə deyək, istirahət də gözəldir, gəzib dünyanı tanımaq da. Biz də öz növbəmizdə necə deyərlər, səfər üstə olan həmvətənlərimizə uğurlu yol, rahat və ən əsası sığortalı səyahət arzu edirik. Elmira Manaflı, Rüfət Əliyev, Rahim Mustafayev, Lider TV. Of! Yenə kökəlmişəm. Bilirdim də belə olacağını. Çörək yeməyə başladım mı qram yox, 10 kilo birdən kökələm. İndi deyəcəksiniz, bəs onda niyə yeyirsən? Yaxşı, mən deməyim, siz deyin. İsti təndir çörəyi ola, yanında da kənd qaymağı. Bəh, necə yeməyəsən axı? Elə təkcə o çörəyin ətri, dietanı filanı unutmağa bəs edir də. Təndirdən söz düşmüşkən, rayona gedəndə yəqin ki görmüsünüz. Hər evin həyətində təndir olur.
Onun közündə elə ləziz təamlar hazırlanır ki, dadına baxan az qalır barmaqlarını da yeyə. İşte əgər eşitməmisiniz, dadmamısınızsa, diqqətiniz bizdə olsun. Əməkdaşımız Nurlan bugün bizləri ləzzətli quzu təndiri qonaqlığına dəvət edir. Vay vay, rəngi dəyişdi ki bu oğlanın. Yaxşı, ay Nurlan, qorxma, zarafat elədim. Ver gəlsin, görək nə çəkmisən bizim üçün. Yemək deyəndə yəqin ki, çoxlarının yadına ət yeməkləri düşür. Dadlı ət yemək deyəndə isə, sizi bilmirəm, mənim yadıma quzu kababı düşür. Təkcə kabab deyil, quzu ətindən hazırlanan bütün yeməklər dadı ilə seçilir. Çünki quzu əti kövrək və yumşaq olur. Qoyun quzu bərəkətdir deyirlər. Onun bərəkəti özünü həm də quzudan hazırlanan yeməklərin yağlı və doyumcul olması ilə də göstərir. Təsadüfi deyil ki, milli mətbəximizin kababı, quzu pörtləməsi, quzu bastırması və digər yeməklərimiz bütün dünyada məşhurdur. Həmçinin bir çox ölkələrin də mətbəxində quzudan hazırlanan yeməklər kifayət qədərdir. Bu qəbildən qardaş türk mətbəxi çeşid zənginliyi ilə seçilir. Dünyanın ən zəngin mətbəxləri arasında türk mətbəxinin xüsusi yeri var. Türk təamlarının əksəriyyəti məhz quzu və dana ətindən hazırlanır. Bunlardan müxtəlif çeşid dönərləri, quzu sarmasını və quzu təndiri misal çəkmək olar. Quzu təndiri türk mətbəxinin ən əziz yeməklərindən biridir. Bu gün sizə quzu təndirinin bişirilmə qaydaları, həmçinin qatqıları və insan orqanizminə təsirləri barədə danışacağıq. Usta, quzu təndiri bişirmək üçün bizə ilk növbədə nə lazımdır? İlk növbədə kuzu kol lazım, yumuşak, can ve taze. Efendime söyleyeyim, kuzu kolun yanında da azıcık kuzu kuyruk lazım. Yani ne diyorsun bu hayvanın kuyruğuna? Öyle kuyruk değil. Kuyruk diyoruz, biz kuyruk diyoruz. Siz ne diyorsun bilmiyorum. Onun içinde sarımsak, defne yaprağı, karabiber, efendime söyleyeyim bu 4 saatte kendi suyundan tərəvəzlə pişər. Buna hər hangi su falan ilave etmiyorsun. Quzu təndiri digər yeməklərdən fərqləndirən ən əsas məqamsa onun öz yağında bişməsidir. Yəni adətən əksər yeməklərə dad verən onlara əlavə olunan yağdırsa, quzu təndir təmiz quyruq yağı ilə pişir. Bu da onun daha təbii və dadlı olmasına səbəb olur. 4 saat kendi suyuyla ağzı açılmadan pişiriyorsun. Piştikten sonra kemiği ayıklıyorsun, yağını ayıklıyorsun. Suyuyla beraber ayrı bir kaba koyuyorsun. Servise hazır oluyor. İstersen ikram edebiliriz size yani. Çok da lezzetli və bir şey, keyfətli bir şey. Quzu təndir çox kalorili yeməkdir. Faruk Ustanın sözlərinə görə bir pors quzu təndir insanı 8-9 saat tox saxlayır. Çox yedikdə isə baş ağrısı, ürək bulama da verə bilər. Bu hal daha çox təzyiqi yuxarı olan insanlarda müşahidə oluna bilər. Transit yağlar içinde yok. Abi onu peşin ne söyleyeyim? Öz kendi yağında piştiği için bunu böyle 60 yaşındaki üzerinde adamlar değil de daha gençler yese daha faydalı görüyor. Çünkü ya da kendi yağı ya ister istemez yağlı olur. Yaşlılara biraz ağır gelir ama şunu tercih diyebilirim ki herkes yiyebilir bunu. Bizim quzu əti əvvəlcədən hazırlandığı üçün 4 saat gözləməyə ehtiyacımız qalmadı. Qısa müddətdə quzu təndirimiz hazır oldu. Artıq quzu təndiri yemək üçün hazırdır. İndi dadına baxaq, görək necədir. Çox mükəmməl bir yeməkdir. Tövsiyə edirəm, ən azı bir dəfə də olsa bunun dadına baxasınız. Nurlan Vilayətoğlu, Zaur Bayramov, Lider TV. Bax belə, bizdən bugünlük bu qədər deyib sizinlə sağollaşıram. Növbəti verilişlərdə görüşənədək. Sağ olun, salamat qalın. Alo, nə danışırsa? Kostyumu onlar Toyota'da gedəndə nə giyinir bəs? Onlar da gördükləri işdən narazıdırlar ya yox. Özümə baxıb deyirəm, of yenə kökəlmişəm. Mən kökələ bilmirəm. Bilirdim də belə təndir çörəyi istədim. Qəbət də eləməmişəm.